Konstitusiya və suverenlik ili olan 2025-ci il həm də şanlı zəfərimizin 5 illik bayramıdır. Bu il bu iki böyük bayramla əlamətdardır. Bu şanlı zəfər üçün çox qanlar töküldü, çox canlar fəda getdi. İlk növbədə qələbəmizi bizə yaşadan dövlətimizə, şanlı ordumuza minnətdarıq. Şəhidlərimizin ruhu şad, qazilərimizin isə canı sağ olsun istəyərik. Bu müstəqillik, azadlıq üçün, milli istiqlalımız üçün illərlə ziyalılarımız, aydınlarımız bütün ömrü boyu çalışıblar. Yaradıcılıqlarını vətənin səadətinə həsr eləyiblər. Bizim məqsədimiz və amalımız Azərbaycanımızdır deyən Yusif Vəzir Çəmənzəminli kimi bütün həyatını Türk dünyasının çiçəklənməsinə sərf eləyən Əhməd Cavadlar, Salman Mümtazlar kimi yüzlərlə repressiya qurbanı olan ziyalılarımız kimi igidlərimiz var ki, onlar da elm sahəsində igidlərimizdir. Onların əsərlərini, bizə miras qalan mənəvi xəzinəmizi, elmi məxəzlərimizi araşdırmaq, indiki nəslə çatdırmaq bizim müqəddəs borcumuzdur. Yaşasın Azərbaycan və Azərbaycan elmi.